gördük değerli həkimlərimiz. Çox sağ olun bu değerli vaxtınızdan ayrı gəlmişsiniz Gilbert Farmanın təqdimatına. Bugün bildiğiniz gibi Ramazan ayının birinci günüdür. Bilirik, içimizdə oruç tutanlar da var. Allah bütün oruç tutanların orucunu qəbul eləsin. Elədiyiniz duaları qəbul eləsin. Bilirik, bayırda isti, uzaqdan gələn həkimlərimiz də var. Hamıya təşəkkürümüzü bildiririk. Bugün bizim sizlərdən başqa iki qonağımız var. Bir qonağımız Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmlər namizəti Zahirə xanım Talışlıdır. İkinci qonağımız da bizim artıq bu ikinci tədbirdir bizdə. Biraz fərqliliyə belə deyək, getdik. Heç bir şirkət bizim bildiyimizə görə sizləri bu qonaqlarla belə deyək, çağırmamışdır. Bizdə biraz fərqlilik yaratdıq ki, sizlər darıxmayasınız. Dərman bilirik, artıq xəstəxanada dərman, firma. Biz çalışdıq yenə deyəm, fərqlilik yaradaq. Bizim bugünkü qonağımız NLP Master Ustadı Babək müəllim Bayramovdur. O da inşallah sizə NLP haqqında, öz haqqında məlumat verəcək. Dediyimiz kimi bu günləri Gilbert Farmanın ikinci təqdimatıdır və qısaca istəyirəm Gilbert Farman haqqında sizə məlumat verim. Düzdür, Gilbert Farmanın çox uzun bir tarixçəsi yoxdur. 1 il 6 ay tarixçəsi var. Amma onu deyim ki, bu firmaların belə deyək, bağlanan vaxtı deyək, sıxıntısı vaxtı deyək, biz açılmışıq. İnşallah bu 1 il 6 ay tarixçəyə baxmayaraq, biz də istəyirik ki, nailiyyətlərimiz olsun. Biz iki sahədə çalışırıq. Bir pediatriya, bir ginekologiya. Dərman sayımız hal-hazırda 11 preparatımız var və ilin sonuna qədər preparatlarımızı ofisa çatdıracaq. Nə deyim, valla buradayıq. İnşallah nə suallarınız da olsa verə bilərsiniz, nə təklifiniz olsa verə bilərsiniz. İnşallah bir yerdə sizinlə gözəl bir vaxt keçirdərək. Çox sağ olun yenə də. Sözü vermək istəyirəm Gilbert Farmanın direktoru, rəhbəri Rüstəm müəllim Məmmədova. Rüstəm müəllim, buyurun sizdən açılış edeyim. Hoş gəlmişsiniz, əziz həkimlər, hörmətli kollegalar. Bu gözəl məkanda yüklü işləyişimizdən bir neçə saat bizə ayırdığınız üçün hamımıza səmimi qəlbdən təşəkkür edirəm. Əgər buradayıqsa, deməli bir-birimizə dəyər veririk, inanırıq və əməkdaşlığımız üçün heç bir maneənin olmadığını rahat sərgiləyə bilirik. Çox düşündük, əziz həkimlər. Necə edək həkimlərimiz də bir ortamda olar, lakin digər şirkətlərdən fərqli bir ab-hava yaradaq. Həm özümüz, həm də həkimlərimiz özlərini çox rahat hiss etsinlər. Əyləncəli bir zaman keçirək. Bilirəm, çox yorulmuşsunuz. Yəni, aydındır ki, xəstə şikayətləri, firmaların təklifləri, xahişləri. Amma biz Gilbert olaraq elə bir model yaratmaq istəyirik ki, siz hər dəfə Gilbert düşünəndə az da olsa gülümsəyəsiniz. Bir sevgi, hörmət, qarşılıqlı səmiyyət yaratmaq istəyirik. İstəyirik sevilərək qazanaq və qazandıraq. Məqsədimiz sizə Avropanın çox istifadə etdiyi, lakin bizim tibbdə az istifadə olunan dərman formalarını sizin nəzərinizə çatdırmaqdır. Sizin gündəlik istifadə etdiyiniz xəstələrin şəfası üçün vacib olan digər kimyəvi preparatları da məhz gələcəkdə Gilbertin price listindən yazmağınızı arzu edirəm. Bəli, bugün ola bilər burada əyləşən həkimlərimiz bizimlə elə də çox təmasda olmayıb. Bu yüzdən iş münasibətlərimizdə ola bilər ki, çox yüksək nəticələrimiz olmasın. Amma biz çox ümid edirik, bilirik ki, hörmətli həkimlərimiz bizimlə əməkdaşlıqdan məmnun olacaq və bu da işimizdə öz təsirini göstərəcəkdir. Əziz həkimlər, kiçik şirkətik, amma ümidləri böyük şirkətik. Az saydayıq, amma çox tədbirliyik. Gec yaranmışıq, amma keyfiyyətimizlə öndəyik. Bugün üçün yox, gələcək üçün çalışırıq. Ölkəmizin rifahı üçün, siz həkimlərimizin saadəti üçün, xəstələrimizin şəfası üçün, münasibətlərimizə, keyfiyyətimizə, gələcək planlarımıza heç vaxt qeyri-ciddi yanaşmayacaq, yüksək səmimi əlaqələrimiz üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Çox təəssüflər olsun, bugün əczaçılıq bazarında qeyri-peşəkar və ixtisas sahibləri olan kadrlar at oynadır, belə desək. Bizim əczaçılıq biliklərimiz isə paslanır. Hər şey marketinqdir deyib bazarı zəbt edirlər. Lakin çox böyük ümidlərlə həkimlərimizin belə insanlara inanmayacağını ümid edir. Yaxşını pisdən ayırmağın ən düzgün yolunu elə onların özləri bildiyinə əminliklə inanırıq. Yenə də deyirəm, xoş gəlmişsiniz. Allah sizin hamınızdan razı olsun. Bu gözəl gündə, gözəl istirahət zamanı keçirmək ümidi ilə təşəkkür edirəm. Hörmətli kollegalar, dəyərli həkimlərimiz, mən də öz növbəmdə hər birinizə xoş gəlmişsiniz deyirəm. Birincisi özümü təqdim edeyim. Mən Gilbert Pharma şirkətinin product meneceri Əkbərova Ülviyəm. Demək olar ki, Rüstəm müəllim bizim şirkətin direktoru şirkətimiz haqqında məlumat verdi. Mən isə çalışacağım ki, sizə preparatlarımız haqqında məlumat verim. Birinci preparatımız Tusiflüdür. Təbii ki, hər biriniz Tusiflüd preparatını təyin etmişsiniz. Düzdürmü, həkimlər? Yazmışsınız. Çox sağ olun, təşəkkür edirəm. Tərkibi xatırlatmaq istəyirəm ki, N-asetilsistin və droseradır. Hər biri 300 mg-dır. N-asetilsistin molekulasının 3 əsas xüsusiyyətini demək istəyirəm. Həm mukolitikdir, həm mukokinetikdir, həmçinin antioksidantdır. Həmçinin biz daha çox istifadə elədiyimiz paracetamolun antidotudur. Təbii ki, indi paracetamol molekulasından daha çox istifadə olunur. Biz bilirik ki, paracetamol molekulası qaraciyərə mənfi təsiri yüksək olduğuna görə hepatoprotektorlardan daha çox istifadə olunmalıdır. Ancaq temperatur yüksək olduqda, paracetamol istifadə etdikdə, əgər biz bəlğam qovucu kimi Tusiflüdü, yəni istifadə ediriksə, artıq hepatoprotektora ehtiyac yoxdur. Tusiflüd həmçinin antioksidant kimi, həmçinin paracetamolun antidotu kimi, paracetamolun mənfi xüsusiyyətlərini qaraciyərə, yəni aradan qaldıracaq. İstifadə qaydası hər birimiz bilirik ki, yəni 3 ayından 3 yaşa qədər 2,5 milli sutkada bir dəfədir. Bir şeyi sizə xatırlatmaq istəyirəm ki, həkimlər tərəddüd eləyərək 3 aylıq uşaqlara təyinat verirlər N-asetilsistin molekulasını. Amma bu lövhədə gördüyünüz kimi, bəzi xarici ölkələrdə, Rusiyadır, Fransadır, yəni bu kimi ölkələrdə N-asetilsistin molekulasını 2 aydan yuxarı uşaqlara daha geniş istifadə edirlər. Ancaq sutkalıq dozasını 150 mg-dan yuxarı aşmamaq, yəni şərti ilə. İkinci preparatımız Pediakit Omega 3. Pediakit Omega 3 tərkibində balıq yağı, Omega 3-dür, 9-heksayen ekozopantayen turşusu, C vitamini, E vitamini, A vitamini, D vitamini, magnezium və fosfor vardır. Demək olar ki, Azərbaycanın farmasevtik bazarında bu tərkibdə olan, yəni ki, balıq yağı tərkibli preparat yoxdur. Nəyə görə? Çünki hər bir pediatrik balıq yağlarının tərkibində 1000, 1200, 1500 mg balıq yağı vardır. Ancaq bu, uşaqların gündəlik tələbatını 3-4 dəfə artıq olmuş olur. Amma Pediakit Omega 3-ün tərkibində balıq yağı, Omega 3, 9-heksayen ekozopantayen turşusu, A və E vitaminləri hamısı bir yerdə 550 mg təşkil edir. İstifadə qaydası 5 ayından başlayır. Sirop şəklindədir 125 ml. Bir üstünlüyü də var ki, uşaqlar rahatlıqla qəbul edir. Çünki Pediakit Omega 3-ün balıq yağı qoxusu gəlmir qəbul edəndə. Pediakit kalsium.
Pediakit kalsiyum demək olar ki, pediakit preparatlarının içində ən çox yazılan preparatlardan biridir. Təbii ki, burada oturan həkimlərin hər birisi təyinat veribdir. Düzdürmü doktorlar? Təyinat verilmişsiniz də kalsiyum, pediakit kalsiyum. Tərkibində kalsiyum karbonat və B3 vitamini vardır. Paraşok şəklindədir, yəni saşe formasındadır. Gördüyünüz kimi 14 dənə paketdir. Bəzən həkimlər deyir ki, 14 dənə paket bir kurs müalicəyə az edir. Yəni ki, amma onu demək istəyirəm ki, kalsiyum karbonat formasında olduğuna görə və 1 qram karbonatın tərkibində 399 qram təmiz kalsiyum var. Yəni heç bir kalsiyumun duz formasında, yəni 399 milliqram təmiz kalsiyum yoxdur. Sorulması yaxşı olduğuna görə müalicə müddəti də azdır. Bu da bir üstünlükdür. Nəyə görə? Çünki kalsiyum preparatlarını uzun müddətli təmin eləmək olmaz. Bilirsiniz ki, böyrəklərdə çöküntü yaradır. Yəni bu kimi hallara gətirir, çıxardır. Amma pediakit kalsiyumun uzun müddətli yox, qısa müddətli, yəni 7-14 gün ərzində istifadə etsəniz, həm kalsiyumun tələbatını ödəmiş olacaqsınız, həm problemi aradan qaldırmış olacaqsınız. Pediakit Someil sedativ preparatdır. Tərkibində sitrus çiçəyin ekstraktı, çoban yastığı ekstraktı, melisanın ekstraktı, yemişan, lavandanın ekstraktı, magnezyum, mangan və fosfor vardır. Buraxılış forması sirop 125 ml-dir. 0 yaşdan istifadə olunur. Özünüz bilirsiniz ki, indi demək olar ki, uşaqların 80-90%-i hamısı, yəni ki, valideynlərin çoxsu uşaqların narahatçılığından əziyyət çəkir. Yəni, sedativ preparatın göstərişlərinin mən sizi kimi praktik həkimlərə deməyim düzgün gəlmir. Bir şey qeyd eləmək istəyirəm ki, bizim preparatlarımız pediakit amegadır, pediakit someildir və pediakit kalsiyumdur. Bu preparatlarımız bizim Fransanın istehsalıdır, İnildaya zavodunun brend preparatlardır. Ferzim Junior. Ferzim Junior demək olar ki, burada heç bir həkim deyə bilməz ki, mən Ferzim Junior'u tanımıram. Deməli, Ferzim Junior bizim İtaliyanın Spitiazo zavodunun istehsal elədiyi simbiotik preparatdır. Tərkibində 12 ştam probiotiklər var, prebiotiklər var, inulin, akatsiya, baobab və vitamin minerallar var tərkibində. 7 milyard ədəd bakteriya var tərkibində. Flakon formasındadır gördüyünüz kimi. Hər bir flakon 8 ml-likdir. Bir şey demək istəyirəm Ferzim Junior'un üstünlükləri haqqında. Demək, Ferzim Junior'un tərkibində dediyim 7 milyard ədəd bakteriyalar, onlar yeni texnologiya ilə hazırlanıbdır. 2 qat təbəqə ilə əhatə olunubdur. Buna liposomal təbəqə deyirlər. Çünki bəzən probiotikləri, apteklərdir, sonra analar, valideynlər evdə, yəni ki, xaladenikdə saxlamırlar, artıq stolun üstündə və yaxud da şkafda saxlayırlar. Bu da ki, probiotiklərə mənfi təsir göstərir və effektini az verir. Hökmən probiotiklər xaladenikdə saxlanılmalıdır. Amma Ferzim Junior'un tərkibindəki probiotiklər həmin o liposomal təbəqə ilə əhatə olduğuna görə həm mədənin tuş mühüdünə, həmçinin havada istinin, suyuğun təsirindən qorunurlar. Ona görə də fərq eləmir. Aptekdə, evdə, harada istəsələr valideynlər saxlaya bilərlər. Həmçinin qeyd elədiyim kimi, ən əsas məsələdə mədənin tuş mühüdünə davamlı olaraq bağırsaqlarda əkilirlər bu cür. Və Ferzim Junior'un tərkibində prebiotiklərin daha doğrusu olması, akatsiyanın lifləri, inulin və baobab ağacının meyvələrinin olması, onu qeyd eləmək istəyirəm. Düzdür, prebiotiklərə çox rast gəlmişik. Amma inulindir, akatsiyadır, amma baobab ağacının meyvələri heç bir prebiotik tərkibində yoxdur. Baobab ağacının meyvələrinin bir xüsusiyyətini demək istəyirəm sizə. Deməli, bu preparatı Ferzim Junior qəbul etdikdə
Tərkibində olan prebiotik bağı ağacı meyvələri bağırsaqda olan artıq seliyi qubqa kimi özünə çəkərək, yəni ki, nəcis kütləsini artırır və bağırsaqdan xaric edir. Demək olar ki, detoksikant da yəni ki, xüsusiyyəti var. 0 yaşdan istifadə olunur yarım flakon, 2 yaşdan 6 yaşa qədər sutkada bir flakon. Müalicə müddəti də, yəni ki, hər bir həkimin özünün öz müalicə taktikası var. Yəni ki, 10 gündən, yəni 2 aya qədər istifadə eləmək olar. Özünüz bilirsiniz də, biraz əgər biz adi diareyanı götürsək, 10 gün istifadə eləmək olar. Amma əgər dizbakteriozu müalicə ediriksə, 1 ay, 2 ay, yəni ki, rezin junioru təminat verə bilərik. Qeyd elədiyim kimi, İtaliyanın Speziazol brend məhsuludur. Fiziadoz məhlul. Fiziadoz məhlul tərkibində natri xlor və saf su vardır. Qeyri-adi burun damcısıdır. Həkimlərimiz çox vaxtı bitki tərkibli burun damcılarından daha çox istifadə edirlər. Amma yəni fiziadoz məhlul sırf bizim şirkətin adı ilə bağlı olan zavoddan istehsal olunur. Gilbert Farm, yəni ki, Gilbert Farm zavodunda istehsal olunur. Karobkada 15 dənə plastik, demək olar ki, yumuşaq plastik flakonlardır, hər biri 5 mililitrdir. Bayaq bir şey dedim sizə ki, bitki tərkiblidən daha geniş istifadə olunur. Fərqi demək istəyirəm ki, fiziadoz məhlul burnun selvi qişasını qurutmur. Amma digər bitki tərkibli damcılar burnun selvi qişasını qurudur. Bilirsiniz ki, ümumiyyətlə tənəffüs yolları nəm olmalıdır ki, selvi qişa, ağzımızda selvi qişa deyirik ki, xarici mühitin yad cisimlərindən, yəni ki, qorusun selvi qişanın. Nəhayət fiziadoz aspiratordur, bizim şirkətin məhsulu. Fiziadoz aspirator anaların köməkçisidir. İndi biz 21-ci əsrdə yəni bu cür aspiratorlardan daha az istifadə edir bizim valideynlər. Nəyə görə? İndi daha çox qulaq çöplərindən burnu təmizləmək üçün istifadə edirlər. Hətta mən gördüyümə görə, yəni ki, elə analarda görmüşəm, dəmir sancaqla da belə burnu təmizləyirlər. Amma ki, bizim şirkətimiz bunları nəzərə alaraq fiziadoz aspiratoru, yəni ki, Azərbaycana gətirdi. Deməli, fiziadoz aspirator 4 hissədən ibarətdir. Ucluq, rezervuar qabı var, borusu və müştük var. Yəni, fiziadoz aspiratorun istifadə qaydasını mən videorolik şəklində sizə indi göstərəcəm. Bəzən həkimlərdə problem yaranır, analara yəni ki, izah eləməyə. Xahiş edirəm, həkimlər biraz diqqətli olsunlar. Fiziadoz aspiratorun istifadə qaydası burada açıq-aydın yəni ki, göstərilir. Fiziadoz məhlul dediyim kimi burun damcısıdır. Burunda olan seliyi yumuşaldır.
hər bir burun dəliyinə 2,5 milli balaca körpə uşaqlarda istifadə olunur asta-asta. Müştük vasitəsilə sorulur, amma ki, boruya keçmə ehtimalı yoxdur. Yəni ki, ondan narahat olmasınlar. Uşaqların daha rahat yatması üçün, daha rahat qidalanması üçün fiziodoz aspirator demək olar ki, ən rahat çıxış yoludur. Həm valideynlərə, həm anaya. Necə ki, bütün evlərdə temperaturanı ölçmək üçün termometr və yaxud da digər, yəni uşaq üçün alət varsa, fiziodoz aspirator mütləq olmalıdır. Çünki rahat bir şeydir. Bu belə. Həmçinin o dediyim kimi, o burun çöpləri ilə və yaxud da başqa bir alətlə burunu təmizləyəndə uşaqlarda burunun sellik işasında kapilyarlar belə zədələnir. Yəni ki, görürsünüz ki, hətta pambığa belə qan da bulaşıqlı olur. Yəni, o da gələcəkdə uşaqda burunun kapilyarlarında problem. Cüzi bir, yəni ki, təzyiq olanda burun nahiyəsinə hətta qan axma belə, yəni müşahidə olunur. Hörmətli həkimlərimiz, yəni ki, suallarınızı gözləyirəm. Hansısa preparatımıza dair hansısa bir sualınız varsa verə bilərsiniz. Junior 2 yaşa qədər yarım istifadə edirik. Qalanı sabah istifadə etmək olar mı? Bir sutka saxlamaq olar. Xaladenikın qapısında ancaq. Çünki bir o şeyə qeyd etmək istəyirəm ki, hörmətli həkimlərimiz Ferzim Juniorun buraxılış formasını gördüyünüzdə flakon şəklindədir. Kalpaçokunda paraşokdur, yəni ki, probiotiklər kalpaçokunda yerləşir. Maye və vitamin, inulin, akasiya, baobab və vitamin mineral kompleksi isə, yəni ki, flakonun özündə yerləşir. Onu qarışdırandan sonra bir sutkadan artıq, yəni ki, saxlamaq olmaz. Amma bu günləri yarım flakonu saxlayırıq, sabah yarım flakon, eyni saatda yəni verə bilərsiniz. Bir şey deyim sizə, diareyalar olanda ən çox istifadə elədiyimiz regidron, mineral və vitamin, daha doğrusu mineralların balansını normallaşdırmaq üçün biz regidron təyin edirik. Təbii ki, diareya zamanı daha çox, yəni minerallar daha çox xaric olunur, uşaqlarda gipovolemiya ola bilər. Yəni ki, bunu aradan qaldırmaq üçün Ferzim Junior'u siz təyin eləsəniz, əlavə olaraq, yəni mineralların balansını normallaşdırmaq üçün heç nə lazım deyil. Çünki tərkibində həmin minerallar vardır. Buyurun. Aha. Aha. Başa düşdüm. Aha. Deməli, hörmətli həkimlərimiz, bu elmi tədqiqatlar aparılmışdır, ədəbiyyatlar da var. Hörmətli həkimimiz, mən sizə məqaləni göndərərəm. Yəni ki, siz özünüz də geniş məlumatı oxuyarsınız. O uşaqlara olmaz ki, nidamoşun uşaqlardır, yarımçıq dolmuş uşaqlardır. Yəni ki, tənəffüs yollarında bilirsiniz ki, kiprikli epitellərdən ibarətdir divarları. Həmin o kiprikli epitellər tənəffüs yollarında tam inkişaf eləmir nidamoşun uşaqlarda. Ona görə də həmin o kiprikli epitelin funksiyası nədir? Bəlğəmi xaric eləmək. O funksiyalar öz funksiyasını yerinə yetirmədiyinə görə kiprikli epitellər. Yəni ki, yarımçıq doğulmuş uşaqlara əks göstərişdir, bəli. Amma normalda doğulan uşaqlara 2 ayla istifadə olunur. 2 ayla, bəli, 2 ayla, amma sutkalıq doza 150 mg-dan aşmasın. 150 mg sutkalıq doza. Bir də onu qeyd eləmək istəyirəm, bu boğulma halları analar çox vaxtı şikayət edirlər. Təkcə boğulma halları dərman preparatını qəbul edəndə yox, həmçinin qidanı qəbul edəndə də ola bilər. Düzdürmü, hörmətli həkimlərimiz?
Yəni ki, bu həm mən özüm müşahidə eləmişəm öz övladlarımda. Yəni qidanı qəbul edəndən sonra əgər böyür üstə qoymadısa, baş üstə, yuxarı üstə qoydusa, fərq eləmir. Hansı mayeni qəbul edibsə eləsin, sudur və yaxud da ki, kaşasıdır, yeməyidir, simisidir, fərq eləmir. Onda üzü yuxarı qalanda təbii ki, hər bir şeydən, yəni ki, boğulma halları ola bilər. Belə. Suallarınız? İndi isə sözü vermək istəyirik Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmlər namizədi Zahirə xanım Talışlıyan. Zahirə xanım, zəhmət olmasın. Hörmətli həmkarlarım, hamınızı salamlayıram. Siz praktiki səhiyyənin ön cəbhəsində çalışan insanlarsınız. Yəni, ən çətin, ən ağır, ən mürəkkəb xəstələr birinci sizə müraciət edir. Yəni, mənim bu kateqoriyadan olan həkimlərə çox böyük hörmətim var. Yəni, bəzən deyirlər ki, sahə həkimi diaqnozu düzgün qoymayır, amma o situasiyada hər bir adamın düzgün orientir götürməyi çox çətindir. Ona görə sağ olun ki, varsınız, həmişə mənim sizə çox böyük hörmətim var. Deməli, kalsiyumun uşaq orqanizmi üçün əhəmiyyəti və onun korreksiyası. Uşağın ana bətnində əsası qoyulandan ta ki, insanın son günlərinə qədər elə bir lazımlı mineral yoxdur ki, biz onu kalsiyum ilə müqayisə edirik. Yəni, kalsiyum həqiqətən orqanizm üçün onun əzələ, sümük, sinir, qan, bütün bunlardan deməli, tərkibini təşkil edən vacib elementlərdən biridir. Yəni, həyata əhəmiyyət daşıyan bir elementdir. Kalsiyum bildiyimiz kimi dişlərin tərkibi, sümük toxumasının tərkibi, əzələlər və eləcə də qanun tərkibində çox olduğu üçün bu, deməli, orqanizmə mütləq daxil olmalıdır. Təbii ki, qida maddələrini elə seçmək lazımdır ki, sahə həkimləri bilirlər, uşağı doyuzdurmağa başlayarkən nə qədər böyük diqqətlə biz bu seçimləri etməliyik ki, uşağa lazım olan kalsiyumun miqdarı, mineralları biz orqanizmə daxil edək. Bugün dünyaya gələn körpələrin əksər hissəsi kalsiyum azlığından əziyyət çəkir. İlk baxışda bu sanki görünmür. Amma yadınıza salın, körpələr evə yazılarkən hətta 2 günlük, 3 günlük körpələrdə belə qıc olmalar var. Orada təbii ki, vacib əhəmiyyət kəsb edən şərtlərdən biri də uşaqda kalsiyum çatmamasıdır. Deməli, uşaq orqanizmi ana bətnində olarkən o kalsiyumu kifayət qədər almalıdır. Lakin nəzərə almaq lazımdır ki, bizim bugün qəbul etdiyimiz qidaların tərkibi heç də bizim istədiyimiz tərkib deyil. Yəni, gen modifikasiya olunmuş ərzaq məhsulları, xüsusi süni qida məhsulları, bütün bunlar uşağa lazım olan kalsiyumun adekvat orqanizmə daxil olmasına maneçilik edir. Deməli, göstəricilərimizə baxaq.
0 yaşdan 6 aya qədər 360 milliqram gündəlik tələbatdır bu uşaqda. Və cədvəldə gördüyümüz kimi yaş artdıqca kalsiyuma olan tələbat da artır. İndi fəsadlarına baxaq. Biz təbii ki, hər addım başı bu fəsadlarla üzüləcəyik. Başlayaq elə raketdən. Bu yaxınlarda mən internetdə çox maraqlı bir məlumat oxudum raket haqqında. Yazır naməlum raket. Yəni, glison vaxtından açılan raket 21-ci əsrdə naməlum raket kimi qiymətləridir. İndi gəlin onun etiologiyasına baxaq, səbəbinə baxaq, vitamin D çatılmazlığı. Biraz da dərinə getsək, orqanizmdə heç bir vitamin D'nin keçdiyi yolu keçmir. Bütün vitaminlər A-dır, Y-dir, B qrupdur. Öz, belə deyək, nazначениsinə görə. Nə hormon, nə qalxanvari ətraf bəzilərdən keçir, nə böyrəkdən keçir, nə qaraciyərdən keçir. Yəni, çox mürəkkəb və ona görə də son illərdə elə bir məlumat yayılıb ki, buna vitamin D deyək və ya hormonal bir preparat. Həqiqətən raketin etiologiyası təkcə vitamin D çatmaması ilə xarakterizə olunmur. Siz sadəcə olaraq adi dərslikləri yadınıza salsaq, atafaza siklində, limon turşusu siklində çox dəyişikliklər gedir. Və bütün bunlar təbii ki, vitamin D-nin yarandığı vaxt son nöqtəsinə gedib çatmasına qədər çox böyük bir yol keçdiyi məlum olur. Sonra vitamin D-nin günəş şüaları altında sintezi, onu hamımız bilirik, tələbə vaxtından bilirik. Əgər ki, belə götürülsə, onda gərək Afrika ölkələrində raket olmayın. Bütün o, görürsünüz, göstərirlər o uşaqları. Çox ağır raketin gedişi Afrika ölkələrində. Yəni, mən həqiqətən o fikirlə razıyam ki, raket bu günləri onun etiologiyasında vitamin D-nin əhəmiyyəti olsa da, orada digər mikroelementlər, digər hormonlar, digər vitaminlər böyük əhəmiyyət kəsb edir. Osteomalyasiya. Osteomalyasiya həm deməli böyüklərdə, həm də uşaqlarda raket vaxtı biz çox rast gəlirik buna. İndi baxaq, kalsi çatmamazlığının fəsadları. Bəzən görürsünüz ki, anaların yegənə şikayəti ondan olur ki, uşağı sakitləşdirə bilmirik. Fasiləsiz ağlayır. Təbii ki, nevroloji müayinədən keçir və s. Amma sinir sisteminin oyanıqlığı, yəni kalsi bu işə çox böyük nəzarət edir. Təbii ki, iştahsızlıq xəstələrdən. Siz bilirsiniz ki, körpə uşaqların yedizdirilməsi böyük bir belə deyək, məharət tələb edir. Yəni, uşaq bəzən olur ki, biz qidanı uşaq təşkil edərkən onun fərqli xüsusiyyətlərini də nəzərə almalıdır. Məsələn, xəstələr var ki, ana deyir ki, doktor, bu uşaq tərəvəzdən qəti imtina edir. Götürülür bu uşaq. Və təbii ki, o uşaqda kalsi çatılmazlığı daha dərin olacaq. Yuxusuzluq. Biz bilirik ki, körpə uşaqlar xüsusilə 1 yaşa qədər sutkanın, tutaq 6 aya qədər, sutkanın çox hissəsini yatırlar. 2-3 dəfə gündüz yuxusuna bu uşaqlar yatırlar. Amma kalsinin çatmamazlığı zamanı bu uşaqlarda deməli ağır yuxusuzluq halları baş verir. Mən indi sizə kalsiyumun digər proseslərdə iştirakı haqqında bir neçə kəlmə demək istəyirəm ki, həqiqətən böyüklərdə, belə görürək, hipertoniya zamanı çox vaxt kalsium çatmamazlığı ilə müşahidə olunur. Bildiyimiz kimi kalium, natrium, magnezium və əgər o
belə tutaq ki, tərkibdə kalsi çatmırsa, qan təzyiqini normaya salmaq çətin olacaq. Ona görə ki, kalsi ümumi homeostozda iştirak edir. Kalsiyum qida maddələrinin hüceyrə daxilinə transportunda iştirak edir. Bundan başqa, beyindən gələn siqnalları sinir lifləri vasitəsilə daxili orqanlara çatdırır. Yəni, ikinci bir mikroelement mən kalsi qədər belə böyük əhəmiyyətə malik olmasına hələ ki oxuduğumuz ədəbiyyatda rast gəlməmişik. Qanın tərkibinə baxırsınız kalsi, sümüyün tərkibi kalsi, əzələnin tərkibi kalsi, hüceyrə arası sahələrdə maddənin tərkibi kalsi. Yəni bunlar çox böyük əhəmiyyət kəsb edir. Bundan əlavə kalsiyum hormonların və fermentlərin aktivləşməsində iştirak edir. Birbaşa mübadilə proseslərində iştirak edir. İmmunitetin qorunur saxlamasında iştirak edir. İndi pediatri kalsiyum preparatı, həqiqətən bu preparatı mənə təqdim edərkən mən çox sevindim bunun tərkibinə görə. Baxın, tərkibində əlavə heç bir şey yoxdur. Kalsiyum karbonat, onun da bayaq Ülviyə xanım dediyi kimi 399 milligram kalsiyum, yəni ən yüksək kalsiyumun miqdarı burada qeyd olunur. Və vitamin D3 orqanizmdə, dəridə sintez olunan, orqanizm üçün doğma, yaxın bir tərkibə malik olan vitamin. Dozalanmasına gəldikdə, çox sağ olun. Əvvəla preparatın paket şəklində olması çox gözəldir. Baxın, bayaq Ülviyə qeyd edərdi ki, miqdarı azdır, 14 saşa paket. Amma tam kursu bu əhatə edilir. Və preparatın istifadəsi xeyli asandır. Yəni, biz bilirik ki, uşaqlara dərman vermək çox vaxt çox böyük çətinlik törədir. Qusurlar, qaytarırlar, qidadan imtina edirlər. Bunu birbaşa ağız boşluğuna da tökmək olar. Oradan onun sovrulması daha asan, daha rahat olur. Sonra suda da bunu həll edib vermək olar. Və müalicə müddətinə baxın. 7-14 gün, bəzən də lazım gələrsə 1 aya qədər. Yəni, digər kalsiyum preparatlarını biz 1 ay, 2 ay, bəzən daha da çox veririk. Amma bu preparat özünün brendliyi ilə, özünün istifadəsinin rahatlığı ilə, tərkibində olan kalsiyumun miqdarının optimal olması ilə nəzər diqqəti cəlb edilir. Təşəkkür edirəm. Suallarınızı gözləyirəm. Nə sualınız varsa, böyük məmnuniyyətlə cavab verərəm. Buyurun. Necə? Ümumiyyətlə, son illərdə profilaktik məqsədlə preparatların verilməsi diskutabildir, sevildir. Nə üçün? Biz bilirik ki, raketin yaranmasında ilk növbədə vitamin D-nin çatılmazlığı və bununla yanaşı çox vacib şərtlərdən biri uşağa düzgün qulluq. Əgər uşaq bir şəraitdə yaşayırsa, gündə çinmirsə, ultra bəli. Necə? Amma yenə də orada bilirsiniz, vitamin D-nin çevrilmələrində, kalsiyumun bölünməsində çox böyük proseslər gedir. Tək kalsiyumun verilməsi ilə profilaktika aparmaq olmaz. Türkiye'de 5 gününden başlayarak verirler ve bütün yağ yalar hayvanın.
Bizdə isə 21-ci gündən başlayıb yayılan sistem olmaz. Yəni biz hansına daha Bilirsiniz, müxtəlif ölkələrdə müxtəlif sxemlər. onlar burada edirlər. İndi mən cavab verim. Deməli, Avropa ölkələrində uşaq doğulduğu bir həftədən sonra 2 yaşa qədər fasiləsiz vitamin D verilir. Türkiyədə siz dediyiniz qaydada gedir. Bizdə o 21 günündən verilmə köhnə Sovet ədəbiyyatından qalan məlumatdır. Biz hal-hazırda 6-7-ci gün, xüsusilə Tibb Universitetində mən tələbələrlə dərs keçəndə artıq 21 gün söhbəti yoxdur. Elə verilir və yay aylarında əgər uşaq həqiqətən saatlarla günəşin altında olursa, biz vitamin D-nin hipervitaminozunu hiss ediriksə, onda təbii fərdi yaxınlaşmaq lazımdır. Amma uşağın, məsələn, elə bir ailədəndir ki, qidalanması heç də yaşına uyğun deyil, xoşa gələn deyil. Onda təbii ki, verilməlidir. Yəni, hər bir halda konkret olaraq, fərdi olaraq yaxınlaşmaq lazımdır. Amma 21 gün artıq gerisi 7 gündən başlamaq lazımdır. Buyurun. Kesilmiş de hardasa 10-14. günde olur. Evet. Bir həftəliyində bizim nə dərəcədə olur? Vitamin D verək, hipokalisemik sindrom var, qanda və qanı da kalsium, qandakı kalsiumda vitamin D sümü yaparsın daha da dərinləşdir. Onu bilirsiniz. Çok sağ olun. İndi kör-körana vitamin D'nin heç kim verir. Yəni, hadisə məqsədyönüdür, 20 gün gözləmək daha məqsədyönüdür ki, bir uşaq bir özləmək. Yəni, bütün dünya artıq bundan imtina edib, doğrultmur özünü. Amma qaldı ki, tez və geç hiperkalsemik sindromu dəqiqləşdirməkdən ötəri. Hal-hazırda biz qanda umumi kalsi, iyonlaşmış kalsi və vitamin D-nin miqdarına baxırıq. Buyurun. Sırası bir kalsiyum veriyor. 20 gün 6-7 gün arasında kadar. Yani onlar bir kəlimiz özləyək. Buyurun. Yəni, bizdən böyük olan həkimlərin hər birindən üzr istəyirəm. Fikrim var, onu bildirmək istəyirəm. Mən oxuduğum bəzi şeylərdən. Bizdə belə bir tendensiya var. Həkimlər hər zaman elə düşünür ki, bizdə belə bir tendensiya var. Həkimlər hər zaman elə düşünür ki, uşaqlarda mütləq nəysə çatışmazlığı olmalıdır. Yəni, uşaq gəlibsə qəbul, deməli, bunda nəysə çatmır. Ananın şikayətləri varsa, demək ki, mütləq bir problem var. Və daha dərin araşdırmağa qalxmır, çalışmırlar. Bir informasiya üçün demək istəyərdim ki, insan bədəninin 96%-i makroelementlərdən, yerdə qalan 4% isə mikroelementlərdən təşkil olunur. 96% oksigen, karbon, azot və hidrogenidir. Bunların nəticəsində oksigen daha çox üstünlükdə işləyir. Ona görə uşaqların havada olması daha vacibdir. Yerdə qalır 4%, 4%-də 3,5%-i kalsium, kalium, natrium, magnezium, fosfor, jod, klor və dəmirdir. Və yerdə qalan 15% isə Mendeleyevin aldatcanıza vərəsin bir çox elementlər. Yəni, uşağın bədənində kalsium çatışmazlığı demək istəyirəm ki, hər zaman olmur. Hər 10 uşaqdan 8-ində kalsium çatışmazlığı olmur. Bunu nəyə görə deyirəm? Çünki çox zaman qəbulda bütün uşaqların boşlu-boşuna kalsium preparatı qəbul edildiyini gördüyüm üçün deyirəm. Yəni, uşağın heç bir şikayəti olmasa da deyirəm, amma içir. Yəni, artıq içəndə bir su da problem yaradır insanda. Ona görə bunu bildirmək istəyirəm. Çok sağ olun, teşekkür ediyorum. Çok sağ olun Zahir Hanım. Dükkanda komentari vermək istəyirəm, üzr istəyirəm. Doktor, çox sağ olun, çox teşekkür bizim üzrə. Yox, siz çox aktual bir problemə toxundunuz. Ona görə ki, həqiqətən bizim insanlarda elə bir psixologiya yaranır ki, xəstə müraciət edir, dərman yazmırsan, incik şəkildə sənin otağından çıxır. Amma bizim borcumuz nədir? Yavaş-yavaş bu insanları başa salmaq ki, uzaq olun belə şeylərdən. Həqiqətən orqanizmin potensial imkanları həddən artıq böyükdür. Bir var ki, xəstə içəri girir, ana.
uşağına. Görürsən ki, ananın bütün dişləri tökülür, arı, üzülmüş, çox belə miskin bir halda. Təbii ki, o uşaqda mikroelmin çatmamazlığı olacaq. Nadir hallarda olur elə şeylər, onu yazmaq lazımdır. Amma həqiqətən Allah uşağa o qədər böyük potensial imkanlar verir ki, yəni o kimyəvi preparatlıqsız da keçinə bilər. Çox təşəkkür edirəm. Bəxtiyar doktora sualım var bir dənə. Bəxtiyar doktor dedi ki, yəni ki, Mendeleyev cədvəlində nə qədər mikroelement varsa, insanın orqanizmində var. Mən sizinlə razıyım. Amma bir şey var. Dediniz ki, yəni ki, qəbuluna gələn uşaqlara, daha doğrusu həkimin qəbuluna gələn uşaqlara, yəni körkələnən olaraq, yəni hər birinə kalsium yazmaq olmaz. Mən sizə bir sual vermək istəyirəm, Bəxtiyar doktor. Hansı əlamətləri siz öz pasiyentlərinizdə görəndə kalsium preparatlarını təyin edirsiniz? Demək, raxit xəstəliyinin simptomu kompleks xəstəlikdir. Məsələn, qəbulda çox olur, uşaq gəlir, qaburğasının bir tərəfində bir kiçik bir əyilmə var. Raxit diaqnozu ilə gəlir ki, bəs mənə raxit deyirlər. Neçə vaxt yüksək dozada D-vitamin qəbul edirəm filan, amma belə bir şey yoxdur. Raxit xəstəliyinin diaqnozu qoymaq üçün bəyan doktorumuz da vuruladı. Çox dərin bir xəstəlikdir. Hətta hormonların da bu işdə, bu prosesdə rol olduğu bugünkü gün danışılır. Raxit xəstəsinin diaqnozu qoymaq üçün başında kraniotrabesi olmalı, dişlər çıxmamalı, oturmamalı, boy kiçikliyi ola bilər, ayaqlarda, qaburğalarda deformasiya ola bilər. Amma bir də gözür istəyirəm, bunlar hamısı bəslənir ki, yenə həkim uşağı raxit diaqnozu qoysun. Bundan ötürü rentgen görüntüləməsi lazımdır, sümük aşına baxmaq lazımdır. Qanda gələn fosfatazla, kalsium, fosfor və D vitamini yoxlayandan sonra həkimin ixtiyarı çatır ki, raxit diaqnozu qoysun. Yəni, hər bir balaca orası, burası olana dərhal raxitdir demək düzgün deyil. Mən belə fikirləşirəm və yazdığım xəstələrə də o ki, yoxdur, sonra yazıram. Ona görə ki, yoxdur, ona görə yazıram ki, uşağa boşuna kalsium preparatları ilə yükləyəndə gələcəkdə nefrogen şəkərsiz diabetin yaranmasında böyük rol olur. Səbəb olur. Çok sağ olun ama bir tane sualım çıktı ortaya. Yok size, eminim size. Bəxtiyar doktor, siz dediniz ki, hansısa bir xəstəlik deformasiyası, sümük deformasiyası ilə gələndə biz bilirik ki, sümük deformasiyası həm kalsium çatışmamazlığı ilə çox bağlı ola bilər. Demək olar ki, 80%, 90%. Nəyə görə deyirəm? Çünki həm sümüklərin kövrəkləşməsi, osteoporoz dediğimiz bir şey, hem böyüklərdə, hem yəni ki, kiçiklərdə yəni ki, rast gəlmək olar. Həmçinin kalsiumu biz dedik ki, dişlərdən, sinir sistemində, əzələlərdə belə, yəni mövcuddur. Əgər bir uşağın və yaxud da bir insanın əzələsində kalsium çatmırsa, təbii ki, yəni ki, həmin əzələ sistemində zəiflik olur və yəni ki, uşaqlarda qaməti düz saxlamaq, yəni ki, düz deyiləm izləyirəm. Qaməti düz saxlaya bilmir. Və bu, yəni ki, uşaqların qamətində, skeletində deformasiya əmələ gətirir. Mənə elə gəlir ki, Bəxtiyar doktor, yəni ki, bu... Öncə hamıdan üzr istəyirəm, yəni yaşlı bəlkə də ən kiçik mənə danışdığım üçün əvvəlcədən üzr istəyirəm, sual verdi deyə cavab verməliyim. Kalsium bayaq vurğuladım mikroelementdir və elə də böyük bir həcmdə deyil insan orqanizmində. Ancaq nə qədər kiçik olsa da gördüyü iş böyükdür. Bundan sizdən razıyam. Amma qanda kalsium çatışmazlığının 3 əsas əlaməti var. Qıcolma, karpobedal spazm, bir də laringospazm olar. Amma bunlar çox ağır bir proseslər olduğu üçün Allah Taala tərəfindən elə tənzimlənibdir ki, qanda kalsium miqdarı aşağı düşəndə bəzi maddələrin miqdarı artar və depo şəklində, məsələn, sümükdə kalsium olur. O kalsiumu qandan keçirtməklə insana, yəni uşağa həmən o dediyim qıcolmadan filan qorumuş olar. Bundan ötürü uşaqda təkcə qanda kalsiumu yoxlamaq yox, məsələn, praktikada çox olur.
xəstə gəlir, təkcə qanında kalsium yoxlayır. Bununla kalsiumun azlığı və ya çoxluğu demək düzgün deyil. Gərək yanaşı digər şeylər, vitamin D, gərək fosfor, taza, magnezi filan. Bunları da yoxlayırsan, sonra qərar verərsən ki, bu uşaqda həqiqətən kalsium aşağıdır, belədir. Yəni, daha dərinliyinə gedərsənsə, bunlar lazımdır əslində. Amma mən sizin dediklərinizin eşidən çıxmıram, həqiqətən kalsium bədəndə çox böyük iş görür. Həkim də yenə diqqətli olsun. Təşəkkür edirəm. Hörmətli həkimlərimiz kim deyə bilər? Pediatrik kalsiumun kim praktikasında istifadə edir? Mən istifadə eləmişəm. Biz də istifadə Eləmişsiniz. Nəsə bir valideynlər tərəfindən və yaxud da effekt cəhətdən nəsə bir problem olur? Ola da bilməz, çünki pediatrik kalsium bütün dünyada eyni adla tanınan preparatdır. Tərkibində kalsium karbonat və D3 vitaminidir. Kalsium karbonat bəzi həkimlər qəbul eləmirlər. Onu demək istəyirəm ki, digərlərində 211 mg təmiz kalsium olanda karbonatın, yəni ki, karbonat duzunun tərkibində kalsium 399 mg olur. Təbii ki, bu müalicəyə daha tez uğurmasına nail olmaq olur. Belə, əlavə suallarınız varsa, yəni verə bilərsiniz. Həkimlərimiz yoruldu artıq, bilirik. Bizim əyləncə, belə deyək, bir hissəmiz qalıb, ikinci hissədə NMP master ustadı Bağqaç müəllim Babayev olacaq. Gəlin bu əyləncə tərəfini keçirdəyim. Burada bizim 10 hədiyyəmiz var. Ülviyə xanım hazırlayıb bu, belə deyək, proyekti. Suallar verildi, Ülviyə xanım şərtlərin bir olacaq. Amma bundan öncə Gilbert Farman əməkdaşlarından xahiş edir, həkimlərlə qulluq eləsinlər və sonra bu suallara keçək. 2 dəqiqəlik fasilədən sonra başlayalım. Hörmətli həkimlərimiz, yəni ki, bizdə burada şvedski stolu kim nə istəyir götürə bilər. Sonra əyləncə saatımıza keçəcəyik. Çox maraqlı bir oyunumuz var. 10 dənə də hədiyyəmiz var. Yaxşı suallar, həyatı suallar, yəni ki, tipdən saksin qıraqda olan suallar, nə elinə aid bir şey, heç nə. Maraqlı bir, yəni ki, suallar, 10 dənə sual, 10 dənə hədiyyəmiz var.
bir dənə sual verəcəm. Bu nə elmi sualdır, nə deyim ki, belə xəstəliklər, dərman və yaxud da bugün biz tanışdığımız dərmanlar haqqındadır. Həm məzəlidir, həm maraqlıdır suallar. Biraz da, yəni ki, deyim ki, hər birimizin uşaqlığa aparır bu suallar. Birinci sualını deyirəm, oxuyuram. Saat nə qədər işləyir? 24 saat işləyir. Və sonra nə edir? Yenə də işləyir də. İki dəqiqə. Kim dedi? Düzdür, eşitmədim mən. Bir də bir şeyi qeyd eləmək istəyirəm. Birinci kim möhkəm cavabı dedirsə, onu sayacağım. Sizin cavabınız xarab olana qədər. Düz cavab xarab olana qədər. 24 saat işləyir və sonra da yenə işləyir də. Dayanmır ki. Düzdürmü doğrular? Bir dənə hədiyyəmiz yəni ki, hazırdır. Onu təqdim edək həkimə. Krandan su gəlir. Ondan sonra nə gəlir? Su. Kim dedi? Ondan sonra 11 gəlir. Ondan sonra 11 gəlir. Krandan... Deməli, adamın biri baltası ilə meşəyə gedir. Yolda bir dənə çuxura düşür. O çuxurda 3 gün, 3 gecə qalası olur. Bəs bu yazıq orada nə yeyir? Adamın biri baltası ilə qırmızı köynəkli həkimimiz birinci dedi. Adamın biri baltası ilə ormana gedir. Baltası ilə. Vurğunu orada elə deysə, hamı birdən tapar ki, burada məntiqi suallarda biraz orada sözlərə diqqət edin, hörmətli həkimlərimiz. Bu biraz uzun sualdır. Xahiş edirəm, həkimlərimiz qulaq assın diqqətlə. Padşahın hüzuruna bir dənə məhbus gətirirlər. Deməli, padşah bu məhbusa yazığı gəlir, şans vermək istəyir. Vəzirini çağırır, deyir, ay vəzir, 2 dənə kağız götür, birinə yaz ölüm, birinə yaz əf. Bükək hansını çatdısa, o olacaqdır. Deməli, vəzir də bu məhbusun ölümünü istəyir deyə, götürür ikisinə də ölüm yazır. Bura qədər aydındır. Deməli, bu məhbusun özü də bilir ki, vəzir bunu heç sevmir. Hiss edir ki, bunun ikisinə də ölüm yazır. Çəkəndə təbii ki, ölüm çıxır. Ölüm çıxır və deməli, bu məhbus nə edir burada? Padşah bunu əhv edir. Bəs nə olur ki, burada padşah bunun ikisində də ölüm çıxa-çıxa, yəni onu əhv edir. İkisi də ölümdür. Necə? Əgər mənim günahım varsa, əgər mənim günahım varsa, əf sözü də ölümə dönsün. Yox. İkisini də götürür, vəzirin. Yox. Orada ikisi də ölüm olur. Mən onun yerinə olsam, əgər bilirəmsə ikisi də ölümdür, birini çıxardaram, deyərəm bu götürdüyüm ölümdür, amma o birisini seçim. Mən onu seçirəm, bunu götürürəm, o birisini. Bu ölümdürsə, içəridəki əfqdə, biri ölüm, biri əfq deyil.
Vəzirə deyir ki, birinə ölüm yazın, birinə ət yazın. Vəzir də götürür, bunun ölümünü istədiyinə görə ikisinə də ölüm yazır. Götürəbdəki kimə ölümünü götürür? Ölümünü deməli olursa ət. Axı, necə olur ki, ikisində də ölüm yazıla, vəzir bunu, daha doğrusu padşah bunu əhv edir. Bunu götürür, məni içərdəkin seçir. İçərdəkin seçir. Yox. Düz deyil. O yəqin ki, deyir ki, vəzirin əlindəki nə yazılıbsa o kağıza baxsın padşah. Orada yazılıb ölüm. O deyir ki, əgər vəzir inanmışdırsa onun əlində ölümdürsə, deməli mənim əlimdəki də ətlidir. Düzgün cavab deyil, amma biraz elə bir yaxınlaşmaq kimi olur. Tapılması özüm deyəcəm cavabını. Yox, götürür. Götürür, amma onu padşah əhv edir də. Maraqlıdır cavabı. İpucu biləcəm. Bu özü başa düşdüyünə görə ki, vəzir onsuz da onun arası yoxdur, yəqin ki, hər ikisinə ölüm yazacaq. Ölüm düşəndə də bu sevinəcək, padşah belə biləcək ki, bu əhvdir. Ona görə də padşah bu sevinəcək, bilir ki, ikisinə də ölüm yazacaq, çünki arası yoxdur bundan. Çox güman ki, ona görə sevinəcək ki, bu əhvdir. Cavab doğru deyil. Əslində baxanda yenə deyirəm, biraz yaxınlaşdılar. Yəni ki, məhbus onu neyinir ki, Məhbus onu yeyir, deyir, oruçuna açın, baxın nədir. O ölümsə deməli, mən yediyim nədir. məhbus götürən kimi açır, görür, ölüm tez atır ağzına, başlayır çiynəməyə. Padşah soruşur ki, bəs nə idi o? Deyir ki, demirəm. Deyirlər, tez olun, o birisini açın, baxın, görün nədir? Açırlar ki, ölümdür. Demək, yediyim mən əhv etmiş. Deməli, yox, indi daha belə suallar gələcək, biraz, yəni ki, qısa. Bəxtiyar doktor, tapsanız deyim də da. 3 dənə alma var idi. İkisini mən götürdüm. Mənim nə qədər almam var? 2 dənə. Cavab 2 dənə. Açılışı mən elədim doktor. İnşallah ardı gəlir. Deməli, yağışlı bir gündə, diqqət, yağışlı bir gündə villanın sahibini öldürürlər İraq qulaqlardan. Polis evə gəlir və hər kəsi sorğu-sual edir. Xidmətçidən soruşur, xidmətçi deyir, mən uşağa baxır. Bağbandan soruşur, mən çiçəkləri suluyurdum. Təmizlikçidən soruşur, təmizlikçi deyir, mən duşu təmizləyirdim. Aşpaz deyir, mən yemək pişirirdim. Bəs onda villanın sahibini kim öldürüb? Kim dedi? Məncə bağlar, çünki ortada yağış yağır, Afərin, bağban cavab. Çünki yağışlı bir havada villanın sahibini öldürürlər. Yağışlı bir havada bağban ağaçları sulaya bilməz. Bütün gün boyunca eyni sualı soruşub, hər səfərində fərqli cavab aldığımız sual nədir? Düz cavab. Eyni cavab almaq, müxtəlif sualların cavab alır. Yox, hamıdan eyni sualı verib, müxtəlif cavablar alırlar. Kim bilirdi?
adı nədir qarşımıza çıxana. Təbii ki, sutka ərzində tanıdığımız adamlara daha çox rast gəlirik, kim tanımadığımız. Tanımadığımızda da sıra soruşmuq ki, adınız nədir? Demək, növbəti sualımız hansı bağda ağac bitməz? Ən məzəli sualdır, onun cavabını özüm tapmasanız deyəcəm. Hansı bağda ağac bitməz? Yox, icazə verirəm. Yox, orada da bitən ağaçlar var. Məsəl üçün, kaktus orada bitir. Ağaçların bağında. Ağaç. Ayaqqabı bağında. İkinci hədiyyəni apardılar. Dünyanın ən çox oxunan mahnısı hansıdır? Necə? Düzgün cavab Happy Birthday to you. Bir əldə maraqlı sual. Neçə hədiyyəmiz qaldı? Bir dənə qaldı. Axırıncı hədiyyəmizdir. Qaranlıq otağa girmişik. Orada 2 lampa var. Biri qazla işləyir, digəri neftlə. İlk olaraq nəyə yandırmalıyıq? Hansı yandırıq? Kibriti. Düz cavab kibriti. Bu doktor sizin hədiyyəniz. Gülə-gülə kullanın. Bu axırıncı sualıydı. İnşallah gələn tədbirlərimizdə də daha geniş, əyləncəli saat keçirərik. Bizim daha bir qonağımız var. İndi Zaur müəllim onu təqdim eləsin. Bizə söz vermək istəyirik. Yeni bir master ustadı Babeş müəllim Bayramova. Mən özüm də onu səmimi bugün dünən mələ əyani tanış oldum. YouTube kanalından izləyirdim. Çok sağ olun Babeş müəllim, siz də günlərinizin firmanın təqdimatını gəldiniz. Buyurun, söz sizindir. Teşekkür ederim Zaur müəllim. Hörmətli xanımlar və cənablar, hər kəsi salamlayıram. Hər kəsi sevgi və səmimiyyətlə salamlayıram. Çox gözəl bir işlə məşğul olursunuz. Uşaqlarımızın gələcəyi və sağlamlığı sizin əlinizdədir. Çox ali və dəyərli bir hisslər bəxş edirsiniz. Nə qədər insanı sevindirirsiniz. Və bu hissləri yaşayan analar və atalar hər zaman sizə minnətdarlıq duyururlar. Buna görə özünüzü bir alqışlamağınızı xahiş edirəm. Teşekkür ederim. Hər biriniz çox dəyərlisiniz, hörmətli tamaşaçılar, hörmətli dostlar. Və mən özümü təqdim edeyim, Babək Bayramov, NLP Master Trainer, Master Certified Coach, eyni zamanda ictimai televiziyadan layihə rəhbəri, həm aparıcısıyam. 3 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərirəm. Bizim işimiz insanın həyat keyfiyyətini yüksəltməkdən ibarətdir. Tam olaraq psixologiya ilə qarışıq salanlar var və yaxud reiki ilə, digər məqamlarla qarışdırırlar. Lakin hər bir insanın içində çatmaq istədiyi bir həyat məmnuniyyəti var, hədəfləri var, arzuları var və istədiklərinə nail olmaq istəyir, arzularımıza çatmaq istəyirik. Xəyallarımız var, uşaqlıqdan bəri bu xəyalları qura-qura gəlirik. Bəzilərimiz uşaq vaxtı deyildi ki, böyüyəndə həkim olacam. Bəzilərimiz mühəndis, bəzilərimiz çox yaxşı bir zənginliyə sahib olmaq istəyirmişik. Bəzilərimiz gözəl bir ailəyə malik olmaq istəmişik. Bəzilərimiz yaxşı avtomobillər, gözəl istirahət məkanları, ən yaxşı otellərdə dincəlmək, ən yaxşı qidalarla bəslənmək, sağlam bir bədənə sahib olmaq, fiziki olaraq yaxşı görünmək və s. və ilaxır. Bütün bunlar bizim həyat məmnuniyyəti profilimizi bu
ortaya qoyur. İlk növbədə NLP haqqında qısaca məlumat vermək istəyirəm. NLP nədir? Neurolingvistik proqramlaşdırma olaraq adlandırılır. Yəni, zehnimizi və dilimizi proqramlaşdırmaqla həyatımızı necə dəyişdirə bilərik, daha yaxşı bir həyata necə qovuşa bilərik, arzularımıza, istəklərimizə necə qovuşa bilərik. İlk dəfə olaraq Amerikada, Kaliforniyada meydana gələn bu sistem bir sualla başladı. Necə olur ki, bir qrup insanlar həyatda istəklərinə nail ola bilirlər, xoşbəxt ola bilirlər, çoxlu pul qazanırlar, ətrafına, sevdiklərinə, insanlara fayda verə bilirlər, digərləri buna nail ola bilmir. Bir halda ki, hər kəsin beyninin həcmi eynidir, potensialımız eynidir, hər birimizin bir sutkamızda 24 saatımız var. Niyə? Bir qrup insan uğur qazana gedir, yüksəlməkdə davam edir, qalanları isə qan itirə gəzir və hətta bunun fərqində belə deyil. Bu ikisinin arasındakı fərq nədir? Richard Bandlerlə John Grinder'in apardığı bu araşdırma NLP adlanan bir sistemi meydana gətirdi. Və əsasən burada ortaya çıxan məqam nədən ibarətdir? Neuro, yəni 5 dənə duyğu ilə dünyamızı qavrayıb beynimizə qovlaşdırırıq. Lingvistika özümüzlə və digərləri ilə olan ünsiyyətimizi bildirir. Proqramlaşdırma isə düşüncə və davranış qəliblərimizdir. Dünən elədiklərimiz bugün elədiklərimizə olduqca çox böyük miqdarda bənzəyir. Bugün elədiklərimiz də sabah elədiklərimizlə təxminən eyni olacaq. Aşağı-yuxarı biraz fərq eləyə bilər. Belə olan halda qəlibləşmiş davranışlarımızın olduğu bir halda həyatımızı necə dəyişdirə bilərik? Çünki istənilən bir həyat insan davranışları nəticəsində meydana çıxır. Əgər nəticəni dəyişdirmək istəyiriksə, mütləq davranışı dəyişdirməyimiz burada lazımdır. Və ünsiyyətimiz nə istəyirik? Həyatdan, özümüzdən, digərlərindən nə istəyirik? Yəni, mən sizə desəm ki, 5 dəqiqənin içərisində istənilən bir qorxunu ya fobini yox eləmək mümkündür. Bəlkə də mənə qəribə baxanlar ola bilər, amma bu hər gün gördüyümüz bir işdir yoldaşlar. İstənilən bir stres, həyəcan verici bir məqam və yaxud da ki, özümüzlə olan ünsiyyətimizdə özümüzü zəiflədəcək, stresə salacaq məqamlar ki var, bunların əksəriyyəti illüziyadan başqa bir şey deyil. Araşdırmalar göstərir ki, insanları iki şey narahat edir. Bir ətrafda baş verənlər, bir də öz düşüncələri. İkinci bir araşdırma isə bunu göstərir ki, ətrafda baş verənlər çox da önəmli deyil, önəmli olaraq insanların yüklədikləri mənalardır. Yəni, bu hadisələrə yüklədiyimiz mənalardır. Mən bir məqamı vurğulamaq istəyirəm. Hər birimiz həyatımızın ayrı-ayrı sahələrində, yəni bu dünyanın, ölkənin ayrı-ayrı sahələrində fəaliyyət göstərsək də, ayrı-ayrı ailələrdən gəlsək də, fərqli-fərqli düşüncə strategiyalarına malik olsaq da, hamımız eyni gəminin sərnişinləriyik yoldaşlar. Hamımız eyni gəminin sərnişinləriyik, bu gəminin adı Azərbaycandır. Və hər birimiz bu torpaqdan, bu vətəndən ötürü əlimizdən gələni eləməyə çalışırıq. Hətta bəzi hallarda bunların içərisində özümüzü, öz həyat məmnuniyyətimizə qovuşmaq üçün həyatımızın məsuliyyətini üzərimizə götürənlər də var. Aramızda günahlı başqalarında axtarmaq istəyənlər də var. Biz burada aynanı sadəcə özümüzə çevirməkdən bəhs edirəm. Hindistanda belə bir meymun ovlama metodu var. Kakosu götürürlər və başını kəsirlər. İçərisini oyduqdan sonra iplə onu bir ağaca bərkidirlər. Və o kakosun stəkan kimi olan oyunun içərisinə bir şirini qoyurlar və yaxud meymunun xoşladığı bir şeyi qoyurlar. Meymun balaları gəlir, əllərini içəri salır və oradan onu tuturlar, çıxartmağa çalışırlar. Artıq əl oradan çıxmaya bilir. Yəni, əlin oradan çıxması üçün şirini buraxması lazımdır ki, əl rahatlıqla oradan çıxsın, deyilmi? Və sonra ovçular gəlirlər, rahatlıqla bu meymunları götürüb aparırlar. Bir çoxlarımız, hətta bəzi insanlarda bunu aid eləmək olur. Hər hansısa bir yerdən möhkəm yapışırıq və onu buraxmağı özümüz üçün təhlükə hesab edirik. Ancaq əsl təhlükənin əlimizlə nədənsə tutub yapışmağımızda olduğunu belə fərq eləyə bilmirik. İnsanlarla ünsiyyət içərisindəyik. Ətrafımızda bir sürü insanlar var. Bunlar sizin müştəriləriniz, pasientləriniz, ailə içi
dostlarınız, ailə üzvləriniz və ətrafdakı insanlardır. Həyatda uğur qazanan insanlar nəyə nail ola bilirlər və bunu necə qazanırlar? Uğurun əsasında dayanan şeylərdən biri nə istədiyini bilməkdir. Yəni, mən bir çox insandan soruşanda ki, sən həyatda nə istəyirsən, koçluq seanslarında, treyninglərimizdə bu sualı həmişə deyirəm. Nə istəyirsən həyatda? Deyirlər, problemlərin olmasını istəyirəm, kasıbçılıq olmasını istəyirəm, o olmasını istəyirəm, bu olmasını istəyirəm. Olmaq, nə istədiklərindən çox diqqət edirsinizsə, nə istəmədiklərini vurğuluyurlar. Nə istəmək. İndi mən dedikdə ki, ağ dovşanı düşünməyin, düşünməyə bilərsinizmi? Mümkün deyil yoldaşlar. Beyin niyə düşünməyəcəm deyib, onu düşünmüş olur belə. Yəni, mən şəkilçiləri ilə işləmirik. Yəni, beynimiz bu şəkildə işləmir. Hər halda, nəyə nail olmaq istəyirik? Örnək bir misal verin. Bir günləri Hacı dayı bir məclisdən çıxanda qarşısına bir adam çıxır. Cavan oğlanlardan biri deyir, ay Hacı dayı, hər dəfə səni görəndə bir sualı vermək istəyirəm, amma nəsə risk eləmirəm. Deyirsən, sualını ver, mən sıracı sənin cavabını verim. Bu nə deməkdir ki? Deyir, Hacı dayı, sənin uzun saqqalın var, ha, deyir, bəli var. Deyir, bax, sən gecə yatanda bu saqqalı yoldan altına mı qoyursan, yoxsa üstünə mi qoyursan? Deyir, valla bilmirəm, heç o barədə fikirləşməmişəm belə. Üstündə bir 10-15 gün keçir, bunlar təkrar qarşılaşanda bu görür ki, Hacı dayının saqqalı artıq yoxdur. Göründə deyir, ay Hacı dayı, saqqalın hanı? Deyir, Allah sənin bəlanı versin. 15 gündür yata bilmirəm, altına qoyuram, olmur, üstünə qoyuram, olmur. Baxın yoldaşlar, bir çox hallarda beynimizi bir şeyə veririk və oradan qoparda bilirik. İzah edebilirəm mən. Yəni, nə şəkildə, baxın, 101 rəqəmin düşünməyin desən, düşünmüş oluruq belə. Mən bunları istəmirəm dedikdə istəyirəm. Hətta koçluq seanslarına bir çox insanlar gəlir, imtahan həyəcanı ilə bağlı valideyinə deyirəm ki, bu imtahana gedəndə buna həyəcanlanma, sözünü demə. Deyir, neyim, mən istəyirəm, yaxşı olsun, deyir. Amma sən bunun yadına həyəcanı salmış olursan, istər-istəməz, sən onu proqramlaşdıraraq göndərirsən. Bu şəkildə olmaz ki, ona görə nə istəmədiklərimizdən çox, nə istədiklərimizə köklənməyimiz lazımdır. Bir çox hallarda biz bunun fərqində belə olmadan özümüzü və ətrafımızı bu şəkildə proqramlaşdırırıq. Həyatımızda çox hadisələr ola bilər. Stres ola bilər, müəyyən. Baxın, bu pəncərədən bayıra baxdıqda bir stres maşınının işlədiyini fərq eləyə bilərik. Hər birimiz bu maşının içərisindən keçib gələ bilirik. Ətrafımızda nə baş verirsə baş versin, onları dəyişdirə bilmərik. Ancaq onlara olan reaksiyamızı dəyişdirə bilərik. Çünki bizə təsir eləyən ətrafda baş verənlər deyil, bu baş verənlərə verdiyimiz reaksiyalardır. Əgər bir problemin həlli varsa, ona görə narahat olmağa dəyməz. Əgər problemin həlli yoxdursa, o zaman narahat olmaq mənasızdır yoldaşlar. İstənilən halda narahatçılıq bizə bir şey vermir. Sadəcə beyindəki yanan neyronlara heyfimizin gəlməsi lazımdır. Nə üçün? Ona görə ki, nə baş verirsə baş versin, hansısa bir məna yüklüyürük. Bir hadisə baş verir, ona bir məna yüklüyürük. Bizi hissləndirən şey əslində o mənalardır. O mənaya uyğun bir duyğu yaranır, duyğu bizdə davranış yaradır, davranış isə həyatın nəticələri formalaşdırır. Sonra isə bu həyat niyə mənim başıma gəldi deyib təəccüblənirik və insanlarda ətrafda sistemdə günahlar axtarmağa başlayırıq. Baxın yoldaşlar, burada bir məqam var. Mən bir örneği, hər zaman sevdiyim bir hadisədir, öz başıma gəlmişdir. Mən ona görə sizlə bunu da bölüşmək istəyirəm. Bir dəfə gəlmişəm, daim gəlib. Mən İstanbuldaydım, oradan danışdıq. Dedi ki, mən Bakıya gəldim. Dedim, həmən vaxtı mən də çatacam. Necə, mən gəldim, çatdım. O da gecə gəlməlidir onun təyyarəsi. Gecə getdim, onu aeroportda qarşıladım, gətirdi. Nəsə qaldı, səhərsi gün, bir gün qalacaqdı. Bakıda müəyyən işləri var idi və onu müəyyən yerlərə apardıq elədik. Həmin gün onu həsr elədim. Çox sevdiyim bir daimdir, ona görə çox yaxşı münasibətim var. Gəldiyim yerdə Patanqartdan üzü aşağı gəlirik. Yəni sükan arxasında da mən oturmuşam, daim da yanımdadır. Bu zaman gördüm ki, sağ tərəfdən böyük bir tır deyək də ona, qoşqulu bir maşın bizi ötmə əməliyyəti, abon eləməyə çalışır. Mən gördüm ki, başım söhbətə qarışıb, bu yavaş-yavaş keçir və sıxlaşdırır. Məni artıq sıxmaqdadır. Mən bir qaz verdim, istədim ki, tez bunu ötüm keçim. Amma elə oldu ki, qabaq tərəf artıq daralmışdı. O maşınlar da bildiyiniz kimi çox uzun olur. Qabaq daraldısa, arxası da sənin üstünə gəlir.
Batanlardan, yəni o tərəfdən, botanika bağı tərəfdən, oradan gələnlər bunu yaxşı bilirlər. Bu yandan da bariyer var, belə keçmək mümkün deyil o tərəfdən. Məsələn, belə gəldiyimiz yerdə mən gördüm, artıq keçə bilmirəm, tormuzu, yəni əyləci sıxmağa başladım, sıxdım ki, keçə bilim. Bir də gördüm ki, bu anda millimetraj qaldı ki, gəldi, keçdi qabağımızdan. Keçəndə o anda da daim deyəm, özdəki stresə qarşı çox həssasdır, həddindən çox reaksiya verir. Bir anında siz onu görsəniz, deyirsiniz ki, barat boçkası da partlaya bilər, yəni bu dərəcədə. O anda mən söndüm, indi mənim burada prosto bildiyim bir şey var. Bilirəm, stres gələndə əslində bu 3 dənə reaksiyadan biri gəlir. Birincisi döyüş, ikincisi qaç, üçüncüsü də donub qalmaqdır. Yəni, gözümüz təhlükəni yeyirsə döyüşürük, yox, yemirsə qaçmağa, yəni söhbətini yayılmağa can atırıq. Əgər qaçarkən birdən fərq olunaram, məhv edilərəm kimi düşüncəsi də varsa, donub qalırıq ki, qoy heç bizi hiss eləməsinlər. Yəni, bu bioloji olaraq bizim təbiətimizdən gələn bir şeydir. O anda da təhlükə vaxtı da indi həkimlərimiz çox yaxşı bilərlər, hər biriniz çox dəyərlisiniz. Təhlükə anında da beyin onu insanı həyatda saxlayacaq funksiyalardan başqa bütün funksiyaları bloklayır. O anda, məsələn, təhlükə anında beyninizdə romantik hekayələr parçalaya bilmərsiniz. Onun təhlükəyə köklənməyimiz lazımdır. Yəni, oradan çıxmaq üçün ora köklənməyimiz lazımdır. Mən də bunu bildiyimə görə, dayımın beyni necə işləyir, onu da təxminən tutmuşam. Yəni, hadisəni qutaran kimi çöndüm və indi hirslənmək üçün bir məna verməsi lazımdır. Bizi az qala öldürmüşdür. O mənanı verəcək, hirslənəcək. Amma heç mənniyə də usbet eləmədi. Çönən kimi dedim, dayı, burada 2 seçimimiz var. Hirslənə də bilərik, hirslənməyə də bilərik. Hansını istəyirsən, onu seçək. Yəni, sizə bir şey deyim, işim mandırajdaydı, mənim sözümdən sonra bir də düşdü mandıraja. Belə baxdı mənim üzümə. Nə deyirsən, dedi, hələ beynimdə bunları eyman eləməyə çalışır. Dedim, bax deyirəm, biz burada deyə bilərik ki, bu az qala bizi öldürmüşdür və burada bizə qarşı çox böyük haqsızlıq elədi və bu mənanı verib hirslənək, yoxsa fikirləşək ki, Allah bizi bir imtihana çəkdi və bu imtihandan biz yaxşı çıxdıq, getdiyimiz yerdə də gedək zövqlə iştirak edəyək. Hansını deyirsən, onu edəyək dayı. Dayım belə mənə baxdı, birdən gülməyə gəldi. Və onu saxlamaq olmaz. Təsəvvür edeyim, o anda getdi, Riyazanda yaşayır özü. Mənə deyir ki, o başıma gələn hadisəni sonra Skype-la danışanda deyirdi. Bütün Riyazanda bir Azərbaycanlı qalmıyor ki, ona danışmayayım. Yəni, o anda verdiyimiz reaksiya, biz onun fərqində olmadan hadisələri mənalandırırıq, özümüzü stresə salacaq vəziyyətə girmiş oluruq. Yaxşı deyirəm, tutalım ki, maşınla gəlirik, indi aramızda yəqin ki, sürücülər çoxdur burada. Maşınla gələndə hər kəs bunu müşahidə edib. İşıqfor var, svetofor var, bir də stop xətti var. Yəni, stop xətti ondan ötürdür ki, gələk biz orada saxlayaq, ondan sonra orada saxlamalıyıq, yaşıl işıq yanında sürüb getməliyik. Əksəriyyətimiz nə edirik? Stop xətti də keçirik, svetoforu da keçirik, biraz da uzun o biri yola çıxardırıq və dayanırıq orada. Və o zaman nə olur? Buradan bura, yəni bu məsafədə biz nə qədər zaman qazanacaq yoldaşlar? Bir saniyə zaman qazanacaq. Amma keçəndən sonra işıqforu görə bilirikmi? Görə bilirik. Arxadakı maşın məcburdur ki, bizə siqnal versin, biz onu fərq edək, sonra keçək. 1 saniyə qazancı fikirləşirik, 3 saniyə burada itirmiş oluruq. İstər-istəməz. Yəni, stresə salacaq vəziyyəti özümüz mü yaradırıq, yoxsa ətrafdan mı gəlir? Nə proses olursa olsun, nə cür mənalandırmağımızdan çox şey asılıdır yoldaşlar. Və bizim burada bir-birimizi hiss eləməyimiz. Çünki hər birimiz sistemlərik. Yəni, sistem anlayışı əslində təbabətdən gələndə, sonra iqtisadiyyatı və siyasəti də transfer olundu. İlk dəfə olaraq Danimarkada bu yaradılıb. Sistem çünki insana bir sistem kimi baxılır. İnsan bir sistemdir və sistemin alt sistemləri var. Hansı da alt sistem? İnsan bir sistemdirsə, həzm sistemi bir alt sistemdir, qan damar sistemi bir alt sistemdir, immun sistemi bir alt sistemdir, tənəffüs sistemi bir alt sistemdir. Bu sistemlərində hər birinin özünün strukturları var.
Ya bu şəkildə yanaşmayla artıq sistem olaraq insana baxılır və müalicəsi də asanlaşdırılır. Bugün tibb sistemi bu şəkildə işləyir. Eyni zamanda şirkətlər də bu şəkildə işləyir. Siyasət və ticarət də hər bir şeydə. Və buradan lazım olan nə var? Əsas olmalıdır ki, sistemin ünsürləri olmalıdır. Tutalım ki, qaraciyər, böyrək və yaxud da ki, bol, tənəffüs, bunlar hamısı sistemin ünsürləridir. Ünsürlər arasında bir əlaqə olmalıdır. Yəni, dəzgahın hissələri ünsürlərdirsə, onları topa bir yerə tutsaq, töksə sistem olmaz. Onları bir-birinə bağlamağımız lazım. O cümlədən insanda necə bağlıdırsa, o zaman sistem olur və bir də bunların arasında əlaqə olmalıdır, bir də sistemin bir məqsədi olmalıdır. Hansı məqsədə xidmət edir? Baxın, insan fiziki olaraq, sistem olaraq götürülə bilir və eyni zamanda da insanın həyatı da bir sistem olaraq götürülə bilir. Hətta dostluq anlayışı da bir sistem olaraq götürülə bilir. Eyni zamanda ailə içi münaqişələr də bir sistem olaraq götürülə bilir. Münaqişənin özünə bir baxdıqda biraz qəribə gələ bilər. Necə olur? Xanım qışqırır, bəy qışqırır, xanım qışqırır, bəy qışqırır, xanım qışqırır, bəy qışqırır. Çat başlayır işləməyə, sistem işləyir. Bəy birdən möhkəm qışqırır, xanım səsini kəsir. Səhərsi gün xanım bir bəhanə tapıb qışqırır. Yəni, burada o deməkdir ki, sistemdə gecikmə var. Yəni, sistem dayanmayıb əslində. Sistem sadəcə bir balaca gecikir burada. Tamam mı yoxsa? Yəni, istənilən vəziyyətə biz baxdıqda insanlar, həyat, dünya özü bir sistemdən ibarətdir. Bir də var ki, bizim xəritələrimiz. Yəni, dünyaya necə baxırıq? Tutalım ki, burada bir konferans keçirdik. Mən burada çıxış edirəm. İndi qulaq aslanlar da var, asmayanlar da var. Tamam, hər biriniz çox sevimlisiniz. Yəni, qulaq assaz da, asmasaz da hər birinizə dərin minnətdarlığımı bildirir. Bu konferansdan çıxandan sonra bir rəfiqənizlə, dostunuzla və yaxud da ki, ailə için münasibətli olduğunuz kimlənsə görüşdünüz, söhbət hardan gəlsin konferansda. Nə var idi? Yaxşı idi, axırda bir nəfər var idi, yaman çox danışdı deyə bilərsiniz. Və yaxud da ki, başqa bir məsələ olur. Maraqlı idi deyə bilərsiniz. Yenə də deyə bilərsiniz, superdi deyə bilərsiniz. Yəni, bir demək ondan ibarət ki, bu konferansın üzərində maraqlıdır, superdir, zəifdir, möhtəşəmdir, yaxud elə belədir kimi etiketlər yoxdur yoldaşlar. Bunları bizlər vururuq. Bizlər dünyanı mənalandırırıq. Və necə mənalandırırıqsa, dünyanın o cür olur. Biz elə zənn edirik ki, biz dünyanın içində yaşayırıq. Amma əslində bu tərsinədir. Dünya bizim içimizdə yaşayır. Biz içimizdə dünyanı necə şəkillendiririk? Biz dünyaya necə baxırıq? Həyat bizim üçün nədir? Biz kimik? Baxın, burada çox maraqlı məqamlar çıxır ortaya. İnsanlara gəldikdə isə çox danışmaq istəmirəm. Arada bir gözüm Rüstəm müəllimdədir. Deyə bilər ki, reklam enti çox geçirsən. Mənə bax, bıraxsanız heç bir problem yoxdur. 9 saat da olsa danışaram. Çünki mənim işim danışmaqdan ibarət. Ancaq bununla pul qazanıram. Sadəcə bir şey demək istəyirəm ki, burada müəyyən iş fərqindəlikdir. İnsanları deyək ki, iki cürdür. Bunlar hansılardır? Bir var aktiv insanlar, bir də deyək ki, pasiv insanlar. Pasiv insanlar var, aktiv insanlar var. Aktivlə pasivin arasında müəyyən fərqlər çıxır ortaya. Yəni, elə insanlar var ki, görəcəksiniz, onun davranışlarında dimdik oturur. Hərəkətləri cəhət, söhbəti cəhət, bir söz deyən kimi dərhal reaksiya verir. Bir söz deyirsə, cavabı dərhal gəlir. Gedəkmi falan yerdə bir çörək yeyək, gedək deyir, getməyək deyir, dərhal deyir. Bir qrup insanlar isə pasiv yanaşırlar. Necə yanaşırlar? Deyirsən, gedək falan yerdə bir çörək yeyək, hələ bir dəyərləndirmə içərisinə girir. Gedirmi, getməyirmi, getsəm nə olar, getməsəm nə olar? Bəlkə də ya hər, bəlkə də ya yox deyəcək. Ancaq ikisindən biri mütləq deyəcək. Doğrudurmu? Burada söhbət nə cavab verəcəyindən deyil, necə cavab verəcəyindən bəhs edirəm. Bir çox hallarda biz bir-birimizi niyə anlaya bilmirik? Çünki bir-birimizi tanıdığımızı zənn eləsək də tanımırıq. Bu sadəcə bir qəribdir, fiziki davranış qəribi. Mən burada bir şey demək istəyirəm. Duyğularımız da iki cür olur. Bir var pozitiv duyğular, bir də var negativ duyğular. Yəni, pozitiv duyğularımız hansılardır? Məsələn, sevgi
məmnuniyyətdir, ilhamdır, rahatlıqdır. Bunlar bütün pozitiv duyğularımızdır. Bir də var negativ duyğular. Hirsdir, qəzəbdir, nifrətdir və bunun qısqancılıqdır, bunun kimi duyğular. Tamam yoldaşlar, indi bir məqam var. Elə insanlar var ki, həm aktivdirlər, aktivlər iki cürdür. Negativ aktivlər var, pozitiv aktivlər var. Negativ aktivlər necə insanlardır? Tez reaksiya verən, yəni duyğu səviyyəsi yüksək olan tez reaksiya verən. Çünki duyğunun davranışı yaradan şey duyğudur. Tez hiss edir ki, tez reaksiya verir. Çünki neyiriksə, əvvəl hiss edirik yoldaşlar. Negativ aktivlərə belə deyil. Onlar dünyanı təhlükələr olaraq görən insanlardır. Bu insanlara biz panikada olan insanlar deyirik. Panik insanlar. Bir şey görür, nə baş verirsə baş versin, buna görə olduğunu zənn edir və həyatda baş verən hər şeyi təhlükə olaraq dəyərləndirir. Çünki dedik axı, həyatda baş verən şeyləri biz özümüz mənalandırırıq. Və baş verənləri təhlükə olaraq gördüyünə görə bunlar panik insanlar olurlar. Bir şey baş verdi, yəni istər-istəməz reaksiya verir. Yoldaşı birdən deyəndə ki, canım sıxıldı, yəqin mənə görə canı sıxıldı. Kimi mənalandıra bilər. Tamam mı? Çünki hər şey təhlükələrdən ibarətdir. Bir də var pozitiv aktivlər. Pozitiv aktivlər isə dünyanı fürsətlər olaraq görən insanlardır. Baxın, krizisdə varlananlar bunlardır. Hər şeydə, hətta fəlakət olsun, ondan necə faydalanacağını düşünür adam. Pozitivlər də iki cürdür yoldaşlar. Bunlar hansılardır? Bir var negativ pozitivlər, bir də var pozitiv pozitivlər. Negativ pozitivlərə biz deyirik depressiv qrup. Depressiv qrup. Yəni, həm hərəkət eləmir, həm də negativ mənalandırır. Bu şəkildə deyək, yəni, onların bir fəlsəfəsi var, onsuz da xeyri yoxdur. Onsuz da xeyri yoxdur fəlsəfəsi ilə yaşayırlar. Rahat insanlar isə zərər yoxdur fəlsəfəsi ilə yaşayırlar yoldaşlar. Baxın, indi bizim, məsəl üçün, otaqda oturduğumuz iş yoldaşımız bir aktiv ola bilər, pozitiv ola bilər. Biz onu bilə bilmərik. Sadəcə ona baxıb anlamağımız lazımdır. Onun nə hiss elədiyini var, anlamağını. Bir dəfə bir ailə gəlmişdi yanıma, yoldaşdılar. Xanım panikadadır, yoldaşı isə rahatlıq bölgəsində olan insandır. Xanım o rahatlıq bölgəsində olan insanın yoldaşına nə deyirdi? Çox məsuliyyətsizdir deyir. Orada dünya dağılsın, heç yerindən qalxmır deyir. Tamam mı? O buna nə deyir ki, əşi, dünyanın axırı deyil ki, qaça-qaç deyil ki, yəni bu şəkildə yanaşma var. Bax, Molla Nəsrəddin bir gün damdan yıxılır. Damdan yıxılandan sonra tez bunu gətirirlər yorğan döşəyə. Tez yanına böyrünə başına insanlar yığışırlar, deyirlər, ay Molla, nə oldu, ağrıyırsan ama tez bir həkim çağıraq. Molla deyir, həkim çağırmayın deyir. Mənim yanıma damdan yıxılan bir adam çağırın deyir. Çünki damdan yıxılanın halından damdan yıxılan anlaya bilər deyir. Baxın, biz qarşımızdakı insanın nə duyğu, düşüncələr hiss elədiyini bilə bilirikmi? Onları anlaya bilirikmi? Və ətrafımızdakı sevdiyimiz insanlara qarşı münasibətimiz necədir? Bu çox vacibdir. Çünki bir təsir var, bir də əks təsir var. Divara bir yumruq vuraq, yumruq vuranda əlimiz ağrıyacaq. Biz deyə bilərik ki, əlimizi ağrıdan şey divardır. Əslində biz əlimizi ağrıdan şey divar deyil yoldaşlar. Bizim öz qüvvəmizdir, hansı ki, mənfi F olaraq bizə dönür və bizə ağrıdır. Bir anın içərisində bir məqamı deyim sizə, dünyada nə varsa hamısı qavrayışdır. O ruhunu da qavrayırıq, stresi də qavrayırıq, hər bir şey qavrayırıq. Özü də ki, bunları çox qısa bir zamanda öyrənirik. Həyatda hər birimizin ölçüləri var. Həyatda hər birimizin standartlarımız var. Bəzilərimiz özümüz üçün böyük standartlar qoyuruq, bəzilərimiz kiçik standartlar qoyuruq. Bu standartları hardan qoyuruq və bu standartlarımız niyə kiçilir? Uşaq yaşlarında xatırlayırsınızsa, içimizdə müthiş bir enerji vardı. Böyüyəndə belə eləyəcəm, Lamborghini alacam, onu alacam, bunu alacam, bunu eləyəcəm. Bu cür müthiş bir enerji var idi. Zaman keçdikcə nə oldu? Baxın, burada bir dənə mazeret dediyi hansın, böyünən bu uşaqlar yığışacaqlar, eyni sözləri deyəcəklər. Amma ataları onu deməz. Niyə? Çünki atalarının qorxuları var. İzah edə bilməm, zaman keçdikcə sən eləyə bilmərsən, bacarmarsan, özündən Amerika kəşf eləmə, başını yerə bədənini salma və s. və ilaxır insanlara, uşaqlara biz nələri öyrədirik? Qorxuları öyrədirik. Elə deyilmi? Bu qorxuları öyrədirik və öyrətdiyimiz zaman burada nə baş verir?
zaman keçdikcə içinizdəki o enerji getdikcə kiçilir, yoxa çıxır yoldaşlar. Baxın, hər birimiz öz standartlarımızı yüksək də qoya bilərik, yaşağı da qoya bilərik. Bu sadəcə bizdən asılı məsələdir. Ünsiyyətə gəldikdə isə, baxın, nə istəyirik? Dünyada, mən Azərbaycanın adlı sanlı həkimlərindən biri olmaq istəyə bilərik. Çox yaxşı müalicələr yaza bilən, eyni zamanda elmi nəticələr ortaya qoya bilən həkimlər olmaq istəyə bilərik. Və hər kəs tərəfindən hörmət görmək, sevilmək, məşhur olmaq, tanınmaq və insanların sevgisini qazanmaq istəyə bilərik. Yaxşı qazanca malik olmaq, eyni zamanda gözəl bir yerdə yaşamaq istəyə bilərik. Lakin uğurun bir strukturu var. Uğur mütləq strukturu. Bir şeyləri doğru şəkildə eləyə biləriksə, o zaman bu nəticəni əldə edə bilirik. Bir məqamı deyim sizə. Hər hansısa bir sıxıntı olsun və yaxud da ki, yadınıza düşəndə canınızı sıxacaq bir negativ bir hadisə olsun. Yəni, bir qorxunç bir hadisəni siz xatırlasanız, bədəninizdə nə yaranacaq? Ona qarşı bir simptomlar çıxacaq, bir sıxıntı gələcək içinizdə. Və onlar haradan gəldi? Çünki zehin fərq qoymur, bu realdır, yoxsa xəyaldır. Zehində yaranırsa bədən ona dərhal reaksiyasını verir. Stres kimi özün büruzə verir. Və çox zamanda bu duyğular çıxmalı yer tapmadıqda nə baş verir? O çevrilir, özünə başqa bir məkan axtarır. Bu bizim immun sistemimizdə ola bilər, bu bizim həzm sistemimizdə ola bilər, digər sistemlərimizdə ola bilər. Burada nə baş verir? Deməli, bir diş pastasının tübükünü götürüb sıxdıqda möhkəm sıxılıq içində bir təzyiq yaranır yoldaşlar. Bu təzyiq biraz da sıxanda bir yerdən partlayır. Hardan partlayır? Ən zəif hesab elədiyimiz bir yerdən partlaya bilir. Və insanda da bu cürdür. Baxın, əgər biz özümüzü, yəni ətrafımızda olan insanlarla münasibətlərimizi tənzimləsək, həyatımıza bir nizam verə bilsək, nə istədiyimizi bilə bilsək, o zaman hər şey bizim üçün dəyişəcək. Bir çox valideynlər gəlirlər yanınıza, müştəriləriniz gəlirlər yanınıza və onlar yanaşdıqca biri bir cür, digəri başqa cür təsir bağışlayır. Həyat dəyərləri fərqlidir. Yəni, həyatda yol aldıqları yerlər fərqlidir. Bir örnəyi deyim sizə. Dəyərlər bizim lokomotivlərimizdir. Yəni, həyatımızın kompaslarıdır. Bəzilərimiz ən çox istədiyimiz şey sağlamlıq ola bilər. Bəzilərimizin ən çox əldə eləmək istədiyimiz şey zənginlik ola bilər. Birimiz üçün uğur ola bilər, başqa birimiz üçün sevgi ola bilər. Bütün bunlar hamısı dəyərlərdir. Əgər sağlamlığı birinci dəyəri olan bir insan olarsa, o zaman siz onunla ünsiyyətə girəndə nə baş verir? Ona soruşduqda sağlam, onun həyat tərzi tamam başqa cürdür. Dietasına baxır, yeməyinə diqqət edir, gündəlik məşqlərini edir. Çünki sağlamlıq bunun üçün bir dəyərdir. Çəkisini normada saxlayır, hətta bir kilo, yarım kilo çəkisi oynayanda panikaya düşür, tez olaraq proqramını yeniləyir. Və ona sağlamlıq barədə bir sual verəndə böyük bir fəlsəfəsi var. Digər bir insan üçün uğur dalınca gedir, zənginlik istəyir. Ona bizneslə bir sual verin, böyük bir fəlsəfə parçalayacaq. Amma sağlamlığa heç dəyər verməyən və yaxud üçüncü, dördüncü dəyərli olan insana sağlamlıq barəsində sual verəndə nə baş verir? 2-3 kəlmə söz deyəcək və salam, ondan artıq bir şey yoxdur. Çünki bunun həyatında çox önəmli bir məqamlardan biri tutmur. Çox önəmli bir məqamlardan birini tutmur. Bəzən biz davranışlarımızla kimliklərimizi də qarışdırmış oluruq. Məsələn, hər hansısa bir vəziyyətdə işlənə bilərsiniz və yaxud da ki, sevinə bilərsiniz və yaxud da ki, stresə düşə bilərsiniz. Amma mən əsəbi bir adamam dediyiniz zaman nə baş verir? Əsəbi olmalı bir kimlik səviyyəsini gətirmiş oluruq. Elə deyilmi? Yəni, əgər bu kimlikdirsə, buna bənzər davranışlar ortaya qoymağımız lazımdır. Həyatımızı bunun kimi şəkilləndirməyimiz lazımdır. Hörmətli yoldaşlar, həyatımızı necə şəkilləndirəcəyik və insanlara necə dəyər verəcəyik, uğurlarımızı hansı şəkildə artıra biləcəyik, bu çox vacib məqamlardan biridir. Çünki kimliklərimiz çoxdur. Bəzilərimizin ana kimliyi var, həyat yoldaşı kimliyi var, həkim kimliyi var və yaxud da ki,
övlad kimliyi var. Bunlar bizi həyatda saxlayan sistemlərdir. Bir dənə məqamı mən vurğulamaq istəyirəm. Övladınızın yanında olanda avtomatik olaraq ana və yaxud da ki, valideyn kimliyi ilə davranırıq. Davranışlarımız dəyişir, ona uyğun davranmağa başlayırıq. Artıq onun kimi, yəni bir ata kimi və ya bir valideyn kimi, bir ana kimi davranırıq. Ancaq valideynin yanında olanda isə kimlik dəyişir. Bu dəfə isə bir övlad kimliyinə düşmüş oluruq və ya iş yerində olanda bir həkim kimliyində ola bilirik və ya dostlarımızın arasında bir rəfiqə kimliyində ola bilirik. Bunların hər birinin içərisindəki davranışlar bir-birindən önəmli miqdarda dəyişir, fərqlənirlər. Bir afisiyant məsələn bizə qulluq göstərirsə burada, baxırsan, elə bilirsən ki, bu anadan gəlmə bir afisiyant olaraq doğulur. Belə bir şey yoxdur. O, orada bu kimlikdə olduğu üçün belədir. Biz də öz iş yerimizdə o kimlikdə oluruq. Bəzən hədəflərimiz olur. Biz buna nail bir şirkət quraq, bir klinika açaq deyə bilərik. Və işimizi daha da böyüdək. Ən yaxşı həkimlərlə çalışaq deyə bilərik. O zaman nə olur? Sadəcə həkim kimliyi buna yetərlidirmi? Deyil yoldaşlar. Burada nə lazımdır? O zaman bizim burada lazım olan məqamlarımızdan biri yeni bir kimliyə ehtiyacımız olacaq. Məsələn üçün, həkimdən əlavə bir biznesmen kimliyinə ehtiyac ola bilər. Çünki o kimliyi yaratmasaq, o hədəfə qovuşa bilmərik. Əvvəl Osman mı oldu, Osmanlı mı oldu yoldaşlar? Birinci Osman oldu, sonra Osmanlı oldu, deyil mi? Yəni, əgər Osmanlını qurmaq istəyiriksə, Osmanı yaratmamız lazımdır. Bu günləri Gilbert Farmın bugün təşkil elədiyi bu konferansda və təqdim elədiyi preparatlarda bəyəxları mən çox diqqətlə izlədim. Bir-birindən dəyərli, o qədər gözəl təbii məhsullar var idi ki, övladlarımıza bunları çox gözəl bir şəkildə verə bilərik. Və ürək açıqlığı ilə, niyə görə? Daha çox biyoloji davafqalardır. Mənim bir ailə dostlarımız var, Almaniyada yaşayırlar. Onlar söhbət edirlər ki, bağımız vardı, oradan alma gəlirdi. Həmişə qonşular bizdən alma istəyirdilər. Deyirəm ki, nəyə görə? Mağazada almalar satılmırmı? Deyir, yox, mağazada satılır. Amma deyir, bunlar biodur. Yəni, bunlar biyolojidir. Ona görə biz bunları istəyirik. Bugün dünyada ərzaq təhlükəsizliyi deyilən bir problem var. Və hal-hazırda insanlar daha çox təhlükəsiz qidalara, o cümlədən preparatlara çox üstünlük verirlər. Yəni, yan təsirləri olmayan, əlavə təsirləri olmayan. Bunun üçün də mümkün qədər daha bioloji davafqalara və yaxud da ki, əlavələrə üstünlük versək, böyük bir fayda olar. Hippokrat nə deyib? Hippokratın çox gözəl bir sözü var. Deyir ki, həkim müalicə edir, təbiət sağlanır. Təbiət sağlanır yoldaşlar. Yəni, bu günləri yediyimiz qidalar, bütün əldə elədiyimiz neymətlər, hamısının mənbəyi nədir? Torpaqdır yoldaşlar. Torpaqdır. Yəni, bitki o torpaqdan bizim üçün gilanar düzəldə bilir, ərik düzəldə bilir, müxtəlif şəfa verici otlar düzəldə bilir. Ancaq o qədər gözəl bir laboratoriyadır ki, mükəmməldir ki, insan bunu yarada bilmir. İnsanın yaratdıqları sadəcə təbiətdən elədiyi təlqinlərlə, yəni onların yaradıcılığınla əlavə edər. Bəli? Tamam, çıxmaq istəyənlər varsa buyura bilərlər. Hər birinizə dərin təşəkkürümü bildirirəm yoldaşlar. Yəni bir şeydə vurğuluyum ki, bu kiçik bu seminarımız, yəni daha çox motivasiya çıxışımız Gilbert Farmın sizə olan bir hədiyyəsidir və bəzi həkimlərimiz üçün, daha bu şirkətə bağlı olan dostlar üçün NLP proqramı 24 saatlıq böyük bir proqram hədiyyə olunacaq. Bunu biləsiniz, yaxın dövrlərdə bununla bağlı açıqlamalar da olacaq. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Var olun, minnətdar olun yoldaşlar. Əziz həkimlər, çox sağ olun. Maksimum çalışdıq ki, sizə nəsə verək. Bacardıq, bacarmadıq, haqqınızı halal edək. Sağ olun, təşəkkür ederim. Sağ olun, gəldiyinizə.